Mən Namət Hacıyev 1966-cı ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşam. Kənd orta məktəbini bitirib Gəncədə texnikumda təhsil aldım. 1986-88-ci illərdə Sovet ordusunda xidmət etdim. Xidmətdən sonra inşaat tikinti briqadasında işlədim. Bu müddətdə ailə qurdum, 3 qızım var. 93-cü ilin oktyabr ayında Qarabağ uğrunda döyüşmək üçün döyüş bölgəsinə yollandım, Minaatan taborun tərkibində Ağdam bölgəsində döyüşdüm. 94-cü ilin yanvar ayında bütün cəbhə boyu gərgin döyüşlər gedirdi. Taborumuz Ağdam rayonunun Güllücə kəndini müdafiə edirdi. Ermənilər bu istiqamətdə kəndə hücumlar edirdilər. Minaatanla bir neçə erməni texnikasını sıradan çıxarmağı bacardıq, düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Ağır keçən döyüşlərin birində yanvar ayının 10-da Haqq yolunda vətən uğrunda şəhid oldum. İstərdim ki, qızlarım mənim yoxluğuma üzülməsinlər və həmişə ataları ilə fəxr eləsinlər.